Salam əziz izləyicilər. Kondensatorun tutumunu ölçürük. 2,5 mikrofarad kondensatordur. Birinci bunu yükdən azad edirik, boşaldırıq. Sonra toxundurup baxırıq. 2,3 onda 4 də demək olar. Deməli 2,5 nominalına çatmır. Bu işləyə bilər, amma yarımcan işləyər. Başqa birisi. Yenə bunu boşaldırıq. Ölçürük. 2,99 bu 3 deməkdir. Özü də həqiqətən 3 mikrofaraddır, üstündə yazılıb. 3 mikrofarad. Şimdi bunu ölçək. Bunu da boşaldırıq əvvəlcədən. Cihazımıza zərər verməsin deyə. Nə göstərir? Nanofarad göstərir. Heç 1 mikrofarad da yoxdur. Çox ölü kondensatordur. Bunu siz bilməlidir. Mən bu kondensatorları pompadan çıxartmışam. Kombinin pompasının kondensatorlarıdır. Bu barədə videom var. Ona da baxın, abunə olun kanalıma. Çox şey öyrənərsiniz. Sağ olun, sağlıqla qalın.